Səhih-u Sünəni Tirmizi. Bu kitabı Muhammed Nasirəddin Albani yazıbdır. Sünəni Tirmizinin səhih hədislərini ayırıbdır və bu kitaba cəm eləyibdir. Özü də ki, Vahabilər deyirlər, Muhammed Nasirəddin Albani zamanənin, müasir zamanın Buxarisidir. Yəni, böyük alimdir, sərşünaslardan biridir. Bu kitabı Riyazda, Məktəbətül Məarifdə, Ərəbistan Saudiyyədə çap eləyiblər. 2000-ci ildə, 1-ci növbədə bu kitabın 3-cü cildində 46-cı kitabında Kitab-ül Mənaqib 32-ci babıda Bab-ı Mənaqib Əhl-i Beytin Nəbi sallallahu aleyhi və səlləmdə bu babıda 543-cü səhifəsində 3787-ci hədisdə. Əzizlər, burada da yenə həmən hədisi gətirir və deyir ki, bu ayə nazil oldu Ümmü Sələmənin evində və Peyğəmbərimiz çağırdı Həzrəti Zəhra salamullahi aleyhanı, İmam Həsən, İmam Hüseyin, İmam Əli aleyhimussalamı çağırdı öz yanına və öz əbası ilə onların üstünə atdı əbasın və buyurdu ki, Allahümmə haulai əhl-i beyti fəəzhib ənhumur ridsə və təhhirhum təthira. İlahi, bunlar mənim əhl-i beytimdir, bəs bunlardan pislikləri apar və bunları pak qərar ver. Ümmü Sələmə buyurdu ki, ey Nəbi Allah, mən də onlardanam. Allahın Rəsulu buyurdu ki, yox, sənin öz məxsus məkanın vardı və sən mənə nisbət xeyirlisən. Albani deyir ki, səhihun. Bu hədis səhih hədisdir və Tirmizidə yazır ki, və haza hədisun həsənun qəribun min hazır bəd. Deyir ki, bu hədis həsən bir hədisdir. Bu da Sünnilərin, Vahabilərin öz kitablarından özlərinə cavab.